Hi guys, hər vaxtınız xeyir olsun. Bugün çalışacağım sizə məhsul növün ən incə detallarına qədər sizə izah edeyim ki, siz də testlərdə çaşmayasınız. Mövzumuz passive voice, məhsul növ. Başlayaq. Deməli, qarşınızda məlum növdə, yəni active voice-da bir cümlə görürsünüz. Bu cümləni məhsul növə çevirmək üçün mütləq həmin cümlənin bir tamamlığı olmalıdır. Yəni, bizim cümlədə də mübtəda, xəbər və tamamlığımız, həmçinin də zaman zərfimiz də var. Gördüyünüz kimi, məhsul növə çevrilmə zamanı məlum növün tamamlığı, yəni bu halda bizdə en yukarıdır, gəlir məhsul növün mübtədası rolunu oynayır. Gəlin elə hazır çevirək. En car was bought yesterday. Əgər biz gördüyünüz kimi mübtəda yoxdur. Bax, bu mübtədanı artıq məhsul növdə işlədə bilmərik. Çünki işi icra edən şəxs bilinməməlidir. Əgər biz həmin mübtədanı cümlədə göstərmək istəyiriksə, biz onu canlıdırsa by, cansızdırsa with söz önü ilə xatırlada bilərik. Və yadınıza qalsın ki, məlum növün mübtədası olan bu hissəmiz çevrilərkən cümlədə obyekt pronoununa, yəni obyekt əvəzliyinə çevrilməlidir. Gəlin biz indi onu cümləyə xatırladaq ki, iş kim tərəfindən görülür? By him deyəcəyik. Gördüyünüz kimi he, himə çevrilir. Burada isə sizə cansız isimlə bir nümunə göstərirəm ki, biləsiniz ki, baxın, mübtəda, tamamlığımız və xəbərimiz. The door, baxın, tamamlıq gəlir, mübtəda əvəzinə olur. Was opened with case. Baxırsınız, cansız isimlər with, canlı isimlər isə by söz önü ilə çevrilir. Dostlar, xatırladım ki, sizə bütün cümlələr, yəni ingilis dilində olan bütün cümlələr məhsul növə çevrilə bilmirlər. Yəni, bəzi cümlələr var ki, onları məhsul növə biz çevirə bilmirik. O hansı cümlələrdir? Öncəliklə bilməlisiniz, tamamlığı olmayan cümlələri biz məhsul növə çevirə bilmərik. Mütləq bir tamamlıq olmalıdır cümlədə. Cümlə it ilə başlayırsa, yəni it pronounu ilə başlayırsa, biz o cümlələri məhsul növə çevirə bilmərik. Həmçinin də xəbəri təsirsiz feillərlə olan cümlələr. Təsirsiz feillər deyəndə hansı cümlələr nəzərdə tutulur, hansı feillər nəzərdə tutulur? Hansı ki, o feillərdən sonra biz nəyi sualına cavab verə bilmirik. Çünki nəyi sualına cavab verən təsirli feillərdir. Məsələn, aldım, nəyi, ödədim, nəyi, dəvət etdim, kimi. Bu feillər təsirli feillərdir. Amma məsəl üçün işlədim, görürsüz deyə bilmirik nəyi. Gəlib çatdım, uçdum, baxdım, yaşadım, getdim, razılaşdım, gəldim, götürdüm. Bu feillər heç vaxt, yəni məhsul növə düşə bilmirlər. Bunlar təsirsiz feillərdir. Buna diqqət etmək lazımdır. Cümlədə there is, there are, there was, there were və s. yəni to be-nin forması olmalıdır. There is, there are ilə başlayan cümlələr həmçinin də this is, these are və bu cümlələrlə, yəni bu sözlərlə demonstrativ pronoun, işarə əvəzi ilə başlayan cümlələr məhsul növə düşə bilmirlər. Həmçinin də bəzi zamanlarımız var ki, future continuous, present perfect continuous, həmçinin də past perfect continuous zamanlar, bu üç zaman məhsul növə düşə bilmirlər. Belə uşaqlar, gəlin davam eləyək. Siz indi ekranda zamanların məhsul növə çevrilmə qaydasının düsturunu görürsünüz. Mən həmişə sizə deyirəm ki, məhsul növü yaxşı bilmək istəyirsinizsə, siz düsturu əzbər bilməlisiniz. Əslində bu böyük görsənməyinə baxmayaraq, əslində çox sadə, yadda qalan bir düsturdur. Yadınızda saxlayın ki, məhsul növ heç vaxt zaman dəyişikliyi etmir. Yəni biz burada heç bir zaman dəyişikliyi etmirik. Əgər siz cümlədə sadə bir zaman görürsünüz, sadə indiki zaman, məsələn, cümlədə do var, does var, goes var, o zaman siz, qoyun qələmimi qırmızı götürüm. Məsələn, cümlədə do, sual cümlələrində does var və yaxud da sadə cümlədə goes, plays, dances varsa, siz bilirsiniz ki, bu present simple zamandır və o çevrilərkən to be üstəgəl participle to olur. Yəni, am is done, am is gone. Və yaxud da cümlədə did var, went var, bu keçmiş sadə zamandır, was, were, done olacaq. Və yaxud da will be, shall be done, gələcək zaman, would be done. Bunlar hamısı simple zamanı düsturudur. Perfect zamanlar həmçinin have been, done olacaq. Cümlədə have var, cümlədə has varsa, bitmiş zaman siz onu çevrilərkən sadəcə üstünə been gəlirsiniz. Have, has been, done. Cümlədə məsəl üçün had gone var. Siz bilirsiniz ki, bu keçmiş perfectdə, yəni keçmiş bitmiş zamandır. O zaman sadəcə üstündən been də gələrək cümləni məhsul növə çevirirsiniz. Heç bir zaman dəyişikliyi yoxdur. Continuous zamanlara da sadəcə being artıraraq dəyişirsiniz. Yəni əslində çox bəsit, çox sadə bir yəni düsturdur. Düsturu əzbərləyirsiniz. Sadə zamanlara to be üstəgəl participle to, bitmiş zamanlara to have been üstəgəl participle to, continuous zamanlara isə to be üstəgəl being participle to əlavə edərək düzəldirsiniz. Beləliklə uşaqlar, siz düsturları əzbərlədikdən sonra artıq məhsul növün xırda-xırda detallarını keçə bilərik. Amma ümumiyyətlə məhsul növü öyrənmək istəyirsinizsə, birinci onun düsturunu əzbərləməklə başlayın. Belə davam eləyək, sizin qarşınıza nəqli cümlələr çıxa bilər. Qarşınıza inkar cümlələr, nəqli cümlələrə uyğun bayaqları onsuz da nümunə paylaşdım. O nümunənin üzərində sizə göstərdim ki, necə məhsul növə çevrilir. Gəlin inkar və sual cümlələrində də məhsul növə necə çevrilir, bunu sizə izah edeyim. Bir inkar cümlə görürsünüz qarşısında he didn't buy any car. Bildiyimizə görə biz inkar cümlələrdə any istifadə edirik, yəni inkar və sual cümlələrdə eni istifadə edirik. Təsdiq cümlələrdə isə biz istifadə edəcəyik no, some. Yəni biz gördüyünüzə görə, yəni enini biz cümlənin əvvəlinə ata bilmərik heç cürə. Çünki eni ilə cümlə, yəni təsdiq cümlə başlaya bilməz.
İndi baxın, mən cümləni çevirirəm məchul növə. Cümləmin mübtədası, cümləmin xəbəri, cümləmin tamamlığı və yer zərfliyi. Baxın, çevirirəm. Cümləmin tamamlığı any car-dır. Dediyimə görə, yəni dediyim bayaqlardakı any cümlənin mübtədası ola bilməz. Ona görə mən onu dəyişirəm. No car was bought yesterday. Uşaqlar, deyə bilərsiniz ki, nəyə görə inkar cümlədən çıxdı? Çünki cümlənin özündə bir inkarlıq yarandı. Biz bir cümlədə, məsələn, no car wasn't buy eləyə bilmərik. Çünki bir cümlədə iki inkar ola bilməz və eyni də cümlənin mübtədası ola bilməz. Ona görə bizim məsələn inkar cümlələrimiz çevrilərkən bu cür çevrilir. Bir dənə sizə sual cümləsi yazım. Eyni cümləni yazıram ki, uşaqlar, siz yəni cümlələri qaçışdırmıram da, başqa-başqa fərqli-fərqli examplelar göstərmirəm ki, sizə beyniniz qaçışmasın. Eyni cümləni. Bir nəfər də o he, kimdirsə o he, yeni maşın alıbdı dünənləri və o cümlənin üzərində həm onun inkarını verirəm, həm sualını verirəm ki, siz yəni çaşmayasınız. İndi deyirəm ki, o yeni maşını nə vaxt alıbdır? When did he buy a new car? Yesterday elə bir ki, sual verdim. Cümləni, məsələn, bu sual cümləsidir və bu cümləni məchul növə çevirmək istəyirəm. Yeni maşın nə vaxt alınıb? Hərəkəti edən şəxs çıxıram mən cümlədən. Yəni o bilinməməlidir. When olduğun kimi saxlayıram. Sual sözünü olduğu kimi saxlayıram. Dediyim kimi did çevrilməlidir. Was-a to be-yə. Cümlənin tamamlığı mübtəda yerinə gəlir. Və cümlənin xəbəri. Bought. Çünki biz onu participle to-ya çevirməliyik. When was a new car bought? Yeni maşın nə zaman alınıbdı? Belə uşaqlar, davam eləyək. Bir detalı da sizin nəzərinizə çatdırım ki, bəzi feillərimiz var ki, o feillər amorfdur, yəni indiki zamanı ilə keçmiş zamanı eynidir. Siz bu feilləri zaten zamanlar mövzusunda irregular, regular verblərdə əzbərləməli idiniz və ümid edirəm ki, əzbər bilirsiniz o hansı feillərdir. Burada bir qismini yazmışam. Bu feillər hansı ki, keçmişi və indikisi, həmçində üçüncü sütun feilləri eyni cür yazılır. Siz bunları cümlənin daxilində hansı zamanda olduğunu bilmək üçün və yadınızda saxlayan adətən dim testlərində bunu üçüncü şəxslə verirlər ki, sizi çaşdırsınlar. Üçüncü şəxsdə bilirsiniz ki, əgər sizin cümləniz indiki zamandadırsa, üçüncü şəxs öz feilini sonuna s qəbul etdirməyini tələb edir. Amma cümlə keçmiş zamandadırsa, let olduğu kimi qalacaqdır. Let. Yəni bu leti görürsünüzsə, keçmiş zamandır, let görürsünüzsə, indiki zamandır. Belə uşaqlar, gəlin davam eləyək. İndi də sizə bir neçə qaydanı öyrədəcəm ki, həmin qaydaları nəzərə alaraq siz testlərdə səhv etməyəcəksiniz. Öncəliklə bilməlisiniz ki, əgər sizin passive voice-a bənzəyən cümləniz baxırsınız ki, məsəl üçün düstur vardı, məsələn, was var, bought var. Sizə elə gəlir ki, bu passive voice-dur, amma bu passive voice deyil. Əgər cümlələr sonu sifətlə bitərsə, əgər sizin cümlənizin sonunda absolute possessive pronoun, yəni isimsiz yəli əvəzlikləri varsa, isimsiz yəli əvəzlikləri hansılardır? Yadımıza salaq. Mine, yours, his, hers, ours, theirs. Yəni bu əvəzliklərlə bitirsə, cümləniz passive voice deyil. Əgər cümlənizdə düstur yoxdursa, görürsünüz both var, amma to be üstəgəl participle to yoxdur. Yəni cümlənizdə düstur yoxdursa, bunlar passive voice deyillər. Və cümlənizdə ismin qarşısında təyin edici yoxdursa, bu passive voice-də. Əgər varsa, ismin qarşısında bir təyin edici gələrsə, o zaman həmin cümlə də passive voice hesab olunmur. Məsəl üçün, birinci cümləyə baxırsınız, burada deyir ki, was this car bought yesterday? Bu maşın dünən alınan maşındır. What is the car bought yesterday? Dünən alınmış maşın budur. Bu yəni çevirərkən də, siz bu cümlələri çevirərkən də görəsiniz ki, nəqli halında bu cümlələr passive voice deyil. Dostlar, sizə belə bir cümlə də yazıram. Yəni budaq və baş cümlədən ibarət bir cümlə də yazıram ki, ola bilər sizdə indi qarşınıza belə bir test çıxa bilər. Yəni bu testi də necə eləyəsiniz, onu da izah edəcəm. Sizə baxırsınız cümlə baş və budaq cümlədən ibarətdir. Bizim conjunction, yəni bağlayıcıya qədər olan hissəmiz baş cümlədir. Digər hissəmiz isə budaq cümlədir. Siz baxırsınız başa. Deyə bilərsiniz ki, müəllim, biz hansı cümləni, baş yoxsa budaq cümləni məchul növə çevirək? Siz tamamlığı olan hissəni ancaq məchul növə çevirə bilərsiniz. Baxırsınız baş cümləyə. Mübtəda xəbər görürsünüz, tamamlığı yoxdur. Amma digər hissədə tamamlıq var. Ona görə tamamlığı olan hissəni biz çeviririk. Cümləni baxın belə çevirəcəyik. She asked, o soruşur. If a new car, tamamlığı gətirir mübtəda yerinə. Was bought, zamanı yerinə qoyuruq. Yesterday. Hər şey yerində qalır. Yadınızda saxlayın. Passive voice-da zaman dəyişikliyi olmur. Bought keçmiş zamandır, was keçmişdir. Yəni heç bir zaman dəyişikliyi baş vermir. Sadəcə siz ona uyğun müvafiq düsturu yerinə qoymalısınız. Bu qədər uşaqlar. Ümid edirəm ki, sizin passive voice yadınızda qalacaq. Ümid edirəm başa düşdünüz və bundan sonra testləri də rahat işləyə bilərsiniz. See you. Özünüzə yaxşı baxın.